tamaşaçılar, əziz muğamsevərlər, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinə, buradakı tələbələrinə, tarix ixtisası üzrə təhsil alan bu gənclərə həqiqətən əhsən demək istəyirəm. Çünki onlar əhsəni rəqsini mənə elə gəlir ki, əhsən sözünə layiq ifa elədilər. Bugünkü verilişimizdə tar sənətinin incəliklərini, gözəlliklərini hiss eləyəcəksiniz və mən böyük məmnuniyyətlə qonağımızı sizə təqdim etmək istəyirəm. Qonağımız Azərbaycan tar sənətində özünə məxsus imzası, özünə məxsus dəsti xətti olan sənətkarlarımızdan biridir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, beynəlxalq müsabiqələr laureatı Cəbrayıl Göyüşov və onun tələbələri bugün bizim verilişimizdədirlər. Xoş gəlmişsiniz Cəbrayıl müəllim. Çox sağ olun Pərvanə xanım, çox sağ olun. Təşəkkür edirəm. Gəlin bu işıqlı gəncləri daha yaxından təqdim eləyək tamaşaçılarımıza. Əkbər Əskərli, Nihat Quliyev, Murad Məmmədli, Sübhan Azadi, Nağarada isə Elnur Sadıqzadə. Xoş gəlmişsiniz gənclər. Cəbrayıl müəllim, əhsəni ifa elədilər, mən onlara əhsən dedim. Bəli. Siz də deyirsiniz əhsən? Əhsən Dadaşova, yəni onun adı ilə bağlıdır. Bizim Karifey sənətkarlardan olan, yəni Əhsən Dadaşov, böyük sənətkar, əvəz olunmaz sənətkar. Onun bəstəsindəndir, adı da göründüyüm ki, Əhsəni rəqsidir. Çox gözəl də ifa elədilər. Bu beşliyə mənim həqiqətən də hamısı mənim üçün əzizdir. Bu yaxınlarda bizim Mədəniyyət və İncəsənət Universitetinin xalq çalığı alətləri, ifaçıları kafedrasında yenə də bizim görkəmli tarzənimiz Ağasəlim Abdullayev xalq artisti, professor. Gəlmişdi bizim universitetə master klas. Ümumiyyətlə bizdə olur hərdən gəlsən. Bəli, ustad dərsləri keçirlər. Orada da Ağasəlim mənim həqiqətən də çox xoşuna gəlmişdi, çox da bəyəndi və yüksəkdə qiymət verdi. Çox istedadlıdırlar, yəni bu dərsə davamiyyətidir, dərsə gəlişidir, bunlar da o həvəsdir. İstəyir Azərbaycan, istəyir Avropa, istəyir dünya bəstəkarların, əsərlərin, bunlar hamısı tədris edilir biz orada, hamısı ifa edirlər. Cəbrayıl müəllim, musiqiçinin həyat tərzi necə olmalıdır? Əvvəla onun heç nəyə ehtiyacı olmamalıdır. O vaxtın belə deyək, bir 80%, 90% sərf eləməlidir sənətə, sırf sənətlə məşğul olmalıdır. O tara mən ömrümü ona sərf elədim, 40 ilin belə deyək. O tar da mənə hörmət gətdi, şərəf gətdi. Məndə həm həvəs oldu, həm iradə oldu. Sənətim sizi yoxdur, sənətini gələ sevəsiniz. Mənim müəllimim danışırdı ki, Ağdam rayonunda üzümçülər evinin qabağında priyomnik olardı. Radio qovşağı. Həftədə radio qovşağı, bəli. Həftədə danışır başı. Həftədə deyir bir dəfə orada muğam saatı gedirdi. Saat 14:00-da günorta vaxtı. Hamımız yer yığılardı ora ki, görək büyün kim oxuyacaq. Mesela sonra oxuyur Siyəşşunski, oxuyur Cabbar Qaryağlıoğlu. Tarda ifayda Qurban Pirimov. Kimlər və s. Orada deyir qulaq asardıq. Nə yadımıza qalırdı, gedib onu tez evdə də belə, şifahi şəkildə. Yəni, belə öyrənirdik. Belə idi. İndi maşallah, yenə deyirəm, şükürlər olsun ki, indi öyrənmək müəllim oturur qarşında bir dəfə, 5 dəfə. İndi bax, buraya gələndən deyirəm, bir də deyirəm, fikrimi deyirəm. Yazırlar telefona, misal üçün, görüntülü. Yaddan çıxanda baxır ola. Cəbrayıl müəllim, əlbəttə ki, istənilən uğur, istənilən nailiyyət zəhmətdən keçir. Və mən elə bilirəm ki, sizin burada olan tələbələriniz də elə öz müəllimlərinin yolunu, ənənələrini davam etdirəcəklər. Biz onları daha yaxından tanımaq istəyirik. Biz onların istedadını daha yaxından görmək istəyirik. Ona görə də bugün dərsimizdə hansı əsərlər ifa olunacaq, hansı muğamlar ifa olunacaq? Birinci başlayaq Əkbərdən. Əkbər bu gün ifa eləyəcək Bayat-Kürt muğamını. Bayat-Kürt muğamı da bizim köməkçi muğamdır. Yəni, əsas muğamlardan biri olan Şur muğamının ailəsinə daxil olan muğamdır. Misal üçün, Bayat-Kürtdür, Rahavdır, Şahnazdır və s. Bu gün onun ifa eləyəcək Bayat-Kürtdür, Bayat-Kürt muğamı da Ahnalədir. Birinci rəqdən başlayırıq. Rəqdən yəni dəramətdən. Muğamın ilk öncəsi, birincisi çalınana dəramət deyirlər. Rəhlər şöblər arasında çalınana deyirlər. Diringi də deyirlər. O diringi də güşlər arasında çalınana diringi deyirlər. Yəni, yığcan formada. İndi biz dəramət çalırıq. Bayat-Kürdün dəramət. Üzr istəyirəm Cəbrayıl müəllim. Dəraməti bir yerdə ifa eləyəcək. Bir yerdə, bəli, ansambl şəklində. Sonra solo ifa eləyir Əkbər.
Çox sağ olun. Təşəkkür edirəm. Cəbrayıl müəllim, diqqətlə qulaq asırdınız. Bayatköç muğamı dediyimiz bayaq qeyd elədik, Şur muğam adına, ailəsinə tərkib olan bir muğamdır. Çaldı Bərdaş, əmri ilə başladı. Kərkük, Bayatı Əcəm və muğama qayıdış, ayaq və ayağın adı Azərbaycandır. Bilirsiniz necədir, Pərvanə xanım, indi bunlar gəncdir. Bu muğam ümumiyyətlə çox ağır bir musiqidir, ağır İtlər canlıdır. neçənci kursda təhsil alır? Birinci kursdur. Birinci kurs. Birinci kursdur. Bax, birinci kurs ilk dərsimizdə Bayatköç olub ondan. Hər birisinə dərsdə deyirəm ki, tək məndən yox, bizim o dahi, əvəzsiz sənətkarlarımız olub. Qurban Pirimov, Bəhrəm Mansurov, Əhməd Başxanov, Kamil Əhmədov. Sizin elə öz ustadlarınız var. Ramiz Quliyev, Vamiq Məmmədəliyev, Ağasəlim Abdullayev, Möhlət Müslimov, Firuz Əliyev. Yəni, dəfələrlə vurğulayıram ki, tək məndən yox, o birilərin hamısına, bütün sənətkarlar qulaq asın. Qulaq asın və heç kimə də bənzəməyin, yamsılamayın. O yamsılasan, onu sən davam, o qalarsan kölgədə. İstir bu xanəndəlik aləmində də belədir, ifaçılıq aləmində də belədir. Qulaq, hamıya qulaq, axırda özün üçün bir yol seç, öz sağlığı modelini, ifa modelini qur, onunla get irəli. Cəbrayıl müəllim, indi hansı muğam olacaq? İndi Şahnaz muğamı, Kim ifa eləyəcək? Kürdü Şahnaz, ifa eləyəcək Nihat.
Sağ ol. Çox sağ olun. Sağ ol, Təşəkkür maşallah. eləyirəm. Həqiqətən Maşallah, tarın maşallah. səsindəki o ecazı hiss etmək. Allah o dünyasını versin Hacı Məmmədov. Ondan bəhrələnmişəm. Azdan çoxdan beynimdə olanında bir 20%-ni ötürmüşəm ona. Tarçıların mizrabından gələk qığılcım səbə. Şimşək qopaq. Bura motordur. Sağ əl. Bu sol barmaqda buna cavab verməlidir. Tarçıların ilk növbədə birinci biləyi olmalıdır. Yəni güc tələb eləyir, hə? Əlbəttə. Tarda olan imkan heç bir simülatdə yoxdur. 17-ci 18 ilə qədər Seytar olubdur, Dütar olubdur, Pəncə tar olubdur, 5 simli yanı. Şeşi tar olub yanı 6 simli. Mirzə Sadıq Sadıqcan, Allah-u dünyasını versin, bunu qalxızdı siniyə və elədi 12 simli 22 pərdəli tar. Deməli, Əkbər Bayatı Kürd ifa elədi, Nihatda Şahnaz muğamını ifa elədi. Hər ikisi Şur ailəsinə daxil olan muğamlardır. Mən nəyi öyrənmək istəyirəm sizdən? Buyurun. Yəni, ilk dərsə başlayanda, xüsusən də ali təhsil proqramında birinci Şurdan başlayırlar. Nəyə görə məhz Şur? İlk bizim dərsi Mahurindi muğamına başlayırıq. Niyə? Muğamların şahı Rastlı, axı birincisi də Rastdır. Bəli. Mahurindi muğamı da Rast ailəsinin tərkibinə daxil olan muğamdır. Misal üçün, Mahurindi keçirik, sonra keçirik Bayat Kürd, sonra gəlir Rahab, Asad. Misal üçün, Mahurindi var, keçirik Şikəstliyi Fars, Əraq. Rahab keçirik. Deyirəm, bax, Rahabda da var Şikəstliyi Fars, Əraq. Deyirəm, Mahurindi bax, keçməsəli, eyni Şikəstliyi Farsdır. Yəni, eyni şöbə o cür ifa olunur. Oxşar da muğamlar hamısı ona rəhmətli Üzeyir bəy, bunun bütün ələkdən keçiləndən sonra saxladı 7 əsas muğam. Bu fikirləşirsən ki, Mahurindi Rast. Bunun fərqi nədir? Tanalığında fərqliyir. Anakil soldur, rey kökləndir. Mahurindi do kökünə çalınır. Bir də şöbələrində Rastda var dilkəş, kördü, Mahurindi də yoxdur. Bir də ayaqlarında fərq var. Elə görük həmən şeydir də. Ona görə bu görük hamısı oxşar, sadəcə tananlıqları. Bəli. İndi o tananlıq da niyə? Yəqin ki, mənə eşitdiyimə görə, indi o müəyyən tədqiqatçılar yazır. Biz rast gəlirik. Misal üçün, Seygah, götürə Seygah, gör nəsə, Seygah növü var. Mirzə Hüseyin Seygah, Zabıl Seygah, Xali Seygah, Həşim Seygah. Xanəndənin səsi, misal üçün, Ləda işləmi, misal üçün, deyib Sidə. Mirzə Hüseyin Seygah olub Xali Seygah. Mirzə Hüseyin Seygah Lə pərdəsində. Həşim Seygah soldu. Seygah, Zabıl Seygah mi pərdəsində. Bax, onu saxlayıb bir dənə əsab Seygahladın
saxlayıb əsas muğam, lat kimi. O bilər hamısı köməkçi muğamlardır. Cəbrayıl müəllim, tələbələriniz bəlkə Mahur hindi ifa eləsinlər? Mahurində var proqramımızda. Mahurində də biraz şöbələri çox olduğuna görə onu yarı hissəyə bölmüşük. Yəni, Bərdəşdən vilayəti şöbəsinə qədər ifa eləyəcək Sübhan, sonra şikəstliyə fars, mübərriqə, şikəstliyə farsını istədim, əraq, gərayi və muğama qadiş. Onu da davamısı ifa eləyəcək bizim Murad balamız. Buyurun.
Murad və Sübhan. Cəbrayıl müəllim, tələbələrinizdə, xüsusilə bu iki tələbədə ən çox xoşuma gələn xüsusiyyət nə oldu? Dayanmaq yoxdur. Bəli. Yəni, bu uşaqlar hələ yolun başlanğıcındadılar. İlk dəfədir. Və, bəli, əlbəttə. Amma bilirsiniz necədir? O peşəkar ifaçılar, elə siz özünüz də bunu deyə bilərsiniz ki, istənilən ifa zamanı bir musiqiçinin vəziyyətdən çıxa bilməsi bu çox böyük bir göstəricidir. Çünki bu uşaqlar gələcəkdə bizim xanəndələrimizi müşahidə edəcəklər, onlarla ifa eləyəcəklər. Çox ürəkli tələbələriniz var. Mən onları alqışlayıram. Çox sağ olun. Dərin təşəkkürümü bildirəm hər birinizə. Və sonda biz sizin ifanızla yekunlaşdırmaq istəyirik verilişimizi. Tamaşaçılarımızla sağollaşırıq. Növbəti ustad dərslərində görüşmək arzusuyla. Sağ olun, salamat qalın.